Həzrəti Nuh zindana salınan peyğəmbərlərdəndir. Həzrəti Nuh eyni ilə Həzrəti Yusif, Həzrəti İbrahim və Həzrəti Musa kimi müddəti müəyyən edilməmiş, yəni ömürlük həbs cəzasına bənzər şəkildə uzun illər zindanda qalmışdır. Həbs peyğəmbərlər və səmimi iman edənlər üçün Allahın bir sünnəti kimi təzahür etmişdir. İslam tarixi, siyər və İslam elmləri sahəsində apardığı dərin və ətraflı araşdırmaları ilə tanınan, 31 il dini işlər üzrə rəyasət heyətində fəaliyyət göstərmiş Türk İslam alimi, yazıcı və şair Mustafa Asim Köksal 1913-1998 Peyğəmbərlər tarixi adlı əsərində Həzrəti Nuhun 2 dəfə zindana salındığını qeyd edir. Həzrəti Nuhun ilk dəfə həbs olunması. Kral Mahvil bunu eşidəndə Həzrəti Nuhu huzuruna gətirtirdi və ona dedi: "Sənin haqqında eşitdiklərim nədir? Mənim dinimə və ataların oğullarının üzərində olduqları inanca qarşı bu davranışın nədir? Bütləri taxtlarından salan bu güc nədir? Bunu sənə kim öyrədib?" Həzrəti Nuh dedi: "Əgər dediyin kimi onlar ilah olsaydılar, üzüstü yerə düşməzdilər. Mən Allahın qulu və elçisiyəm. Sən uca Allahdan qorx və ona heç bir şeyi şərik qoşma." Kral Mahvil isə Həzrəti Nuhun həbs olunmasını əmr etdi. Həzrəti Nuhun ikinci dəfə həbs olunması. Həzrəti Nuha dilləri ilə hər cür pislik etdilər, onu söydülər, təhqir etdilər. Kral Mahvilin ölümündən sonra onun yerinə keçən oğlu Dermesil Həzrəti Nuhu azad etdi. Həzrəti Nuh onların yanına getdi. Aralarında ayaq üstə dayanaraq "La ilahə illallah, Allahdan başqa ilah yoxdur" deməyə onları dəvət edərkən yenə başlarını paltarlarının altına saldılar, barmaqlarını qulaqlarına tıxadılar. Həzrəti Nuhun toxunması ilə bütlərin taxtlarından yerə düşməsi bir oldu. Cəmaat yenə onun üstünə hücum etdi. Həzrəti Nuhu döydülər və üzüstü yerə yıxdılar. Başını yaraladılar. Onu sürüyərək kralın sarayına apardılar. Kral Həzrəti Nuhdan soruşdu: "Sənə bütlərlə bağlı işlərə qarışma demədikmi? Səni bundan çəkindirmədimmi? Hətta onları taxtlarına qoyanda onlara səcdə edəcəksən deyə sənə əmr etmədimmi? Bunu sənə kim öyrədib?" Həzrəti Nuh qan içində krala dedi: "Əgər onlar ilah olsaydılar, yerə düşməzdilər. Ey Dermesil, Allahdan qorx, ona heç bir şeyi şərik qoşma, çünki o səni görür." Dermesil isə dedi: "Sən bu cür mənimlə belə danışmaq gücünü özündə necə tapırsan?" Onun həbs olunmasını, bütlər üçün qurban kəsilməsini və yerə düşən bütlərin yenidən taxtlarına yerləşdirilməsini əmr etdi. Bu əmr yerinə yetirildi. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Həzrəti Nuh dövrünün kralı tərəfindən xalqı Allaha iman etməyə dəvət etdiyi üçün tutularaq zindana salınmışdır. Kralın vəfatından sonra isə onun yerinə keçən oğlu Həzrəti Nuhu təbliğ etməmək şərti ilə azad etmiş, lakin Həzrəti Nuh təbliğə davam etdiyi üçün yenidən həbs olunmuşdur.